Salam əziz tamaşaçılar. Bir həftə keçdi, mən Yalçın Uğur yenidən sizlərin qarşısındayam. Hazırda ARB televiziyasının qarşısındayam. Az sonra isə Azərbaycanın digər hissəsində olacağam. Mən hara gedirəm, kimin bir günü çəkməyə gedirəm, gözünüz bizdə olsun. Bir gündə növbəti ilk. Bu günləri Orxan Dökbətanlının yaxınlarını danışdıracağıq. İlk dəfə bir gün verilişində. Bir gün verilişində heç bir gün olmadığı kimi bugün toy olacaq. Yaranan sual Nəyə görə demişəm məni meyxanslarla efirə çağırmayın? və cavabı. Orada səbəblər çoxdur. Çəkilən adlar. Vüqar Əbdulovun bir tərəfdən, Namiq Qaraçuxunun bir tərəfdən. Yaşanan qalmaqal. Demək istəyirəm ona ki, Hüseyin hər dəfə bir şeylə gündəmə gəlir. Hüseyn Məhəmmədoğlu'nun cavabını verdi. Bu da mənim şəxsi fikrimdir. Gündəmdə ən çox danışılan mövzu və bu mövzuya Orxanın yanaşması. Güloya xanımın gedib orada çıxmalı. O ilk və sonuncu dəfə öz vəsiyyətini səsləndirdi. Qəhər bu mən danışa bilmirəm. Əziz tamaşaçılar, dediyimiz kimi yola çıxırıq. Yolumuz da uzaqdır. İstədim elə komandamızdan əyləşək, bir səhər yeməyi yeyək, yolumuza davam edək. Bizə nuş olsun. Gəl sən də ye. Əziz tamaşaçılar, səhər yeməyimizi yedik. İndi isə yolçu yolunda gərək. Getdik. Əziz tamaşaçılar, mən istəyərdim bu məqamda verişimizin sponsoru haqqında danışım. Verişimizin sponsoru Elif Electronics'dir. Elif Electronics Sədərəkdə Şirniyyat bazarının arxasında yerləşir. Bugünə qədər bir çox tanınmış sənətçilər Elif Electronics'də təşrif buyurublar. Elif Electronics'dən məişət əşyaları sifariş veriblər və razı qalıblar. Mənim özüm də Elif Electronics'dən bir neçə dənə məhsullar almışam. Bu yaxınlarda yenidən təşrif buyuracağam. Elif Electronics bu sahədə özünə rəqib tanımır. Bir gündə növbəti ilk. Bu günləri Orxan Dökbətanlının yaxınlarını danışdıracağıq. İlk dəfə bir gün verilişində. Bir gün verilişində heç bir gün olmadığı kimi bugün toy olacaq. Yaranan sual Nəyə görə demişəm məni meyxanslarla efirə çağırmayın? və cavabı. Orada səbəblər çoxdur. Çəkilən adlar. Vüqar Əbdulovun bir tərəfdən, Namiq Qaraçuxunun bir tərəfdən. Yaşanan qalmaqal. Demək istəyirəm ona ki, Hüseyin hər dəfə bir şeylə gündəmə gəlir. Hüseyn Məhəmmədoğlu'nun cavabını verdi. Bu da mənim şəxsi fikrimdir. Gündəmdə ən çox danışılan mövzu və bu mövzuya Orxanın yanaşması. Güloya xanımın gedib orada çıxmalı. O ilk və sonuncu dəfə öz vəsiyyətini səsləndirdi. Qəhər bu mən danışa bilmirəm. Əziz tamaşaçılar, biz artıq gəlib İmişli şəhərinə çatdıq. Anonslardan da gördüyünüz kimi bu günləri tanınmış meyxanaçı Orxan Dökbətanlının evində qonaq olacaq. Bizi izləməkdə davam edin. Güzel yurdum imişli, doğma yurdum imişli. Dert çəkmək sevgidə şərtdir. Həyatın bir üzü xoş, bir üzü sərtdir. Sevərək ayrılmaq ən ağır dərddir. Çəkəcəksən. Orxan bəy nə işiniz? Böyük övladıyam, böyük oğluyam Orxanın. Xoş gəlmisiniz siz də, bizim qapımıza gəlmisiniz də, babamızın qapısına gəlmisiniz. Neçə yaşın var, nə işlə məşğulsan? Mənim 17 yaşım var, hələ ki məktəbdəyəm inşallah, ali məktəbdə sənət verəcəm inşallah. Gələcəkdə Orxanın yolunu davam etdirmək istəyirsən yoxsa? Yox, qardaşım yəni həvəsi var, mənim həvəsim yoxdur. Düşdü hara ağ göyərçini.
Bəxti qara göyərçinin uçdu getdi qayıtmadı. Qayıtmadı ağ göyərçinin, könlüm onu unutmadı. O könlümü avutmadı. Uçtu getdi qayıtmadı. Qayıtmadı. Çox sağ olun, təşəkkür edirəm. Sənin həvəsin nəyə var? Mənim həvəsim görə inşallah onu zaman göstərər inşallah. Hələ müəyyənləşdirməmisən. Hə, yo inşallah yo müəyyənləşdirmişik, amma inşallah onu zaman göstərər. Atan hardadır? Atam orada əyləşib sizi gözləyir. O zaman gedək. Mənsiz yanılırsan mı? Sevilirsən mi? Danılırsan mı? Her gün başka qola atılırsan mı? Eşya tek satılırsan mı? Ay salam aleyküm. Salam aleyküm, salam aleyküm. Hoş gördük. Hoş gördük. Necəsiz? Nəhayət. Hoş gəlmişsiniz, səfa gətirmişsiniz. Sənin biz neçə müddətdir tanışırdıq, səninlə əlaqə saxlayırdıq. Biraz vaxt məhdudiyyəti idi, Allah şahid. Yəni biz təkəbbür adam deyirik. Biraz vaxta görə alınmırdı. Daha elə oldu ki, ilə danışdıq, səninlə də əlaqə saxladıq. Bu gün də rayonumuzda bir möhtəşəm toy var. Dostumuz var, həm həmkarımızdır, həm dostumuzdur. Hidayət onun toyudur. Onunla bağlı gəlmişdik burada. Dedim gəlirdim, xoş gəlirsiniz. Bura bizim ata-baba həyətimizdir. Hal-hazırda əmimgil yaşayır burada. Mənim uşaqlığım, körpəliyim hamısı burada keçib. Yəni hər dəfə gələndə bura bu bağa, bu həyətə ona görə gəlib gəzirəm ki, elə bil o illəri təzədən beynimdə xəyalən yaşayıram da yəni. Hə, çox gözəl günlərim. Çalışacağıq ki, sizi ötən illərə qaytaraq bugün. Çox gözəl günlərimiz olub burada. Mən bitikəlikdən mən Löşbütanda böyüsəm də, amma elə bil o qabaq 3 ay yay tətili deyirdilər də. Bizim vaxtımızda may ayından olurdu o. İndi biraz deyəsən vaxt dəyişib. Mən bu yay tətili başlayan kimi mənim uşaqlıq şəkillərimin heç biri Bakıda deyil. Hamısı kətdədir. Başım keçər formada, şəpitlə, şortiklə, maykada. Və bu həyətdə mənim bütün uşaqlıq xatirələrim burada olub. Ona görə çox doğmadır. Həm doğmadır, ata-baba evimizdir, torpağımızdır, həm də bir başqa doğmalıq var da. Yəni bütün uşaqlıq illərim burada. Səni uşaq, sən bizdən uzaq düşdün artıq. Səni yerlər apardı, ya soyuq əllər apardı. Səni uşaq. Bir çox tamaşaçılar bilmir ki, Orxan İmişlidəndir. Çünki Lökbətanlı olduğuna görə. O vaxtı, o qoy onun açıqlamasını da verim, elə İmişliden verim ki, bilsinlər. Nə Lökbətanlılar incinməsin, nə İmişlə qohumlar yerirlər. Efir vasitəsində neçə dəfə açıqlama vermişəm bu barədə. O vaxtı qonşu kanalların birində, indi hal-hazırda o kanal fəaliyyət göstərir, Meyxana de gəlsin yarışması keçirildi, yaduzdadırsa. 2003-cü ildə 2 dəfə mən ora qatılanda, orada elə bil kim harada yaşayırdı, ləqəb olaraq oranı verirdilər. Məsələn, rəhmətli Vüqar Hökməli kəndindən idi, amma Biləcərdə qaldığına görə Vüqar Biləcəri gedirdi. Həmən Löşbütanda qalırdım deyənə Orxan Löşbütana evi yazdılar. Sonra da illər keçdikcə zaman elə də tanıdı bizi. Məsələn, Orxan Löşbütanlı, məsələn, Vüqar Biləcərli. Belə Mehman Əhmədli, məsələn, Mehman əsli şəkilidir bilirsiniz də. Ancaq o adam əslində anmaz da, yəni bura bizim, mənim əslim köküm Mişlidəndir, bəli. Hə, yəni bunu da ki, heç vaxt heç arada danmamışam, gizlətməmişəm. Elə bir böyük fəxirdir mənim üçün ki, bu torpaqdanam. Buradan da çox daha şəxsiyyətlər çıxıb, daha sənətkarlar çıxıb, daha insanlar çıxıb. Başqa nə deyim sizə? Gəlminiz, xoş gəlmişsiniz. Günə indi başlayırıq. Cam. Başlayaq bir... Burada ən gözəl gün buradan başlayır, biləsən. Hafif mən ümumiyyətlə kənd həyatının vurğunuyam, kənd həyatının düşkünüyəm. Qışda çox vaxt aşırı gəlirəm bura. Vaxt ayıram 3 gün, 5 gün, bir həftə gəlirəm əmimlə bir yerdə burada. Məsələn, çölə gedirəm. Təbii ki, qanun çərçivəsində, icazı çərçivəsində bizdə bilirsiniz burada yerlər var. Ova gedirəm. Xoşlayıram belə şeyləri. Balıqçılığa, balıq tutmağa gedirəm. Özüm üçün də, yəni o həvəskar kimi, ya belə profesional yox, amma həvəskar kimi xoşlayıram. Kənd həyatına ötürü, yəni ürəyim gedir. Bu günləri Orxan Lökbətanlının yaxınlarını danışdıracağıq. İlk dəfə bir gün verilişində. Hər, hamısı buradadır. O oğlanlarım da buradadır. Anam da buradadır, sizə söz o da danışar. Əmim əsas danışar. Əmim, mən əmmimi o qədər çox istəyirəm, kiçik əmmimi. O qədər bir-birimizin arasında o doğmalıq bağı var ki, heç əmi qardaşı oldan əlavə biz həm dostuq, həm sirdaşıq, həm yoldaşıq. Hərdən doğma atam qısqanır onu. Deyir, bunlar bir-birini çox istəyir, möhkəm çox istəyir. O zaman gedək bir samavar çayı içək. Gedək qəşəng çay dəmləmişik.
Oturaq çay. Çay həmişə bəzəkdir süfrəyə, süfrəmizə çay gəlsin çay. İçkisin üfləyə, üfləyə, süfrəmizə çay gəlsin çay. Əziz anam, şirin sözlü anam, qəlbini kövrək eşkin solmaz bahar. Xoş gəlmişsiniz, həmişə siz gələsin. Verilişiniz daimi olsun, davamlı olsun həmişə. Mama burada qalmır ha aslında. Yəni bu da bizim kimi qonaq gəlib bura amma yəni bu evin böyük gəlinidir də, elə bir bozağın böyük gəlini. Neçə övladınız var Ayna? 3. Allah saxlasın. Son 5-i mənəm. Ənənəvi sual verilir. Ən çox hansını çox istəyirsiniz? Ya evlatları ayırmaq olmur. Sən mən çəkirim laf belə soruşum. Rahat desin. Ayırmaq olmur ki evlatları. Ayırmaq olmur. Hamısı eynidir. Ana, ata üçün hamısı eyni. Amma son 5-i bir başqa. Son 5'i hə başqa olur da. Son 5'i çox istəyir. Bax Orxanı televiziyadan gördüyünüz zaman nə istər keçirirsiniz bir ana kimi? Fəxr eləyirik Orxanla. Hamımız, bütün hamımız, ailəmiz, bir dənə qohum-əqrəbə hamısı. Allah ucalardan uca eləsin həmişə. Həyatı seçimləri olduğu zaman Orxan sizdən məsləhətləşdimi, yoxsa bütün seçimləri özü elədi? Məsləhətləşdikləri də olub, məsləhətləşdiyi də olub, o öz seçimləri də olub. Öz seçimi də olub, ona məsləhət elədikləri də olub elə anası ilə, atası ilə. Belə. Allah can sağlığı versin. Çox sağ ol. Sen küstün birden gittin, gittin her yerden gittin. Mən bu bizim xırda təsərrüfatdır, əmimgilin deyim. Saxlayırlar burada. Bu bir siz nətərdir? O mən o anti-reklam kimi demirəm. Amma yəni sadəcə olaraq o tükan toyuqlarını yeyə bilmirəm mən. Uşaqlıqdan köyrəşmişik bu həyət büçəsinə. İnandırım sizi ki, məsələn, bunu əmimgil özləri üçün bir 30-un 50-sini saxlayarsa, bir 50 dənə də əlavə mənə görə saxlayırlar ki, Orxanın payı geçsin buradan. Hə. Bu xırda təsərrüfatdır. Sonra orada iri buynuzlu heyvanlar da var. Süd qatıq, kənd qatığı, kənd südü, o bilirsiniz özünüz. Sonra burada arısılıq. Bir sözlə Orxan təbii qidalardan qidalanır. Mən xoşlayanam. Mən ümumiyyətlə təbiəti sevirəm deyənə təbii şeyləri xoşlayıram. Özüm çöldə yemək də pişirə bilirəm. Məsələn, o çölə ova falan gedəndə qəşəng ocağın üstündə yaxşı yeməklər pişirə bilirəm. Sonra burada arısılıqdır, həmin xırda təsərrüfat qurub, ancaq özümüz üçündür. Ha, bu yəni biznes falan məqsədi ilə deyil. Ancaq o məhsulu özümüz qidalanmaq üçündür. Hamıya da məsləhət görürəm. Çünki təbii olanda hər şey gözəl olur. Gözəl olur. Amma da hərdən darıxır. İndi bu evin bozağın birinci gəlin olub deyənə, Hasan elə telefonla danışırdı, rayona geçsin, mənə də aparır. Elə bir buranın bir doğmalığı var bunun içində. Danışır, hərdən bizə uşaqlığımızdan danışır. Burada bizim uşaqlığımız burada keçir. Hə, burada keçir yəni, Orxan uşaqlıqlar, o ağacların başında. 3 ay ancaq burada olmuşam. Bax, qolumda, ayağımda, üzümdə o qədər çapıqlar var. Hərəsinin bir xatirəsi var burada. Həyatda insanın yaxşı günlərdə olur, çətin günlərdə olur. Çətin günləri hansı günlər idi? Çətin günlər bizim uşaq vaxtımızda olub. Biz uşaq olanda, lap körpü olanda, məsələn. Atam məsələn bizim Lökbütanda da evimiz olub. Burada da gətirib qoymuş bizi bura, özü gedirmiş işlə bağlı şəhərə. Məsələn o ən çətin dönəmlər onda olub. Mən atam öz zəhməti ilə, öz əziyyəti ilə, düzdür babamın məsələn Əzim Muhbəy bala rəhmətli Allah rəhmət eləsin. Babam yəni kətdə bu el-obada adla deyilən adamdır, ağsaqqal adam olub. O dünyasının dəyişdiyi günə qədər kənd soveti işləyirdi. Babam rəhmətli. Həmçinin o biri babam da, anamın atası da, Bahadır müəllim də. O Aranlı, İmişlinin Aranlı kəndi var, orada qalıb olar. O da orada məktəb direktoru işləyib, kənd soveti işləyib, həm də dost olublar, sonra quda olublar. Mən bu tarixçəni əzbər bilirəm. Həmişə maraqlı gəlir özümə, böyüklərdən maraqlanıram, soruşuram, danışıram ki, nə necə olub, nə tər olub. Atamın o çətin günləri məsələn onda olub. O heç vaxtı, ümumiyyətlə babam rəhmətli deyərdi ki, biz uşaq idik, mən burada qalırdım. Mesela babam rəhmətli deyirdi ki, kənddə belə bir şey var da, elə bil hər gün növbə ilə bir evdən bir adam bütün kəndin heyvanlarını aparır otarmağa. Məsələn, hər növbə çıxanda bizim evdən də adam gedirdi. Babam yəni kənd soveti olsa da heç vaxt fərq qoymurdu o şeyə. Deyirdi ki, getmək lazımsa getmək lazımdır. Və yaxud pambığa gedirdilərsə, bizdən qızlar, gəlinlər yığışıb gedirdi oraya. Yəni, heç babamdan qalıb o adət bizə ki, fərq qoymayıb heç vaxt. Yəni, biz vəzifədə deyənə belə bir şey yoxdur. Ona görə atamın əziyyətli günləri o vaxtı olub. Yəni özü oxuyub, özü işləyib, özü çalışıb, özü ayaq üstə durub.
Bizləri böyüdüb, indi biz də bunların xidmətindəyik, qulluğundayıq, biz bunların nökəriyik. Orxan, bugün bizim səninlə söhbətimiz çox olacaq, amma istəyərdim bir nur üzlü anamız bir-iki kəlmə söyləsin. Orxanla bağlı arzuları nədir? Orxanın can sağlığı, uzun ömür, balaları xoşbəxt eləsin, balaların arxasında dursun, xoşbəxt eləsin, özüdən uzun ömür, can sağlığı arzulayıram. Ürəyindən nə arzu keçir, Allah yerinə yetirsin. İndi elə dönəmdir ki, mən sənə deyim, qabaq bizim arzularımız idi, biz uşaq idik, bizim arzularımızı valideynlərimiz yerinə yetirdik. İndi mən çalışıram o atamın, anamın, onların arzularını gerçəkləşdirim. Məsələn, bir 4-5 il bundan qabaq Hasanlıqda anamın bez ayağında ağrı var, düzü vaxtaşırı müalicə alır, qıymırdım aparmağa. Elə deyirdi ki, özün gedirsən o müqəddəs yerlərə, ziyarətlərə mən aparmırsan, axır keçən il yox, 2 il dedim gedək. Yəni bir əziyyətlə, zülümlə də olsa getdik. Mən çalışıram onların o arzuların, istəklərini gerçəkləşdirim ki, düz olan borcundan insan çıxa bilmərik, məlum məsələdir. Həzər bazardıqsa çalışıram onların üzü gülsün, onların ürəyi zəmənsin. Bu veriliş bir xatirədir. Maşallah olsun, Orxan öz sahəsində sevilir. Bu günləri belə deyərdim, 5 dənə tanınmış meyxanaçı varsa, onlardan biri də Orxandır. Verilişimiz də Orxana həsr olunur. Bir xatirədir. İllər keçsə də bu veriliş qalacaq. YouTube-da, sosial şəbəkədə bir ana olaraq oğlunuza nəsihətiniz, hansı ki bugünə qədər deməmisiniz ona, bizim verilişimiz vasitəsilə deyəsiniz, bir xatirə olaraq qalsın. Allah həmişə ucalardan uca eləsin, öz şərəfli adını qorusun, saxlasın, özün nə tərdə elə də olsun. Kim seviblər, hamı sevib, seçib, elə də qalsın. Nə deyim? Biraz da absurd kövrələcək. Nə kövrəlir ki, ana sizi deyir, biraz danışsa kövrələcək. Ha, el adamdır ümumiyyətlə, el adamdır o. Hə, o xoş gündə də kövrələr, sevincisindən kövrələr. Həmişə o mənim məsələn verilişlərimə baxanda da, indi özüm evdə olmasam da uşaqlar mənə deyir ki, məsələn nə baxırdı, gözü dolmuşdu. O, sən elə bir şey nətər deyim sizə, böyük çıxmasından sözüm. İnsan o əziyyətinin bəhrəsini yaxşı görəndə həmişə kövrələrdə. O məndə də var o xüsusiyyət. Məsələn, Allah bütün bağları qorusun. Bu Neşənin böyük oğlumun, ya Hüseynin bir yaxşı hərəkətin, bir yaxşı xüsusiyyətini görəndə özümdən asılı deyil, ixtiyarsız məndə də var o kövrələrdə. Hər zaman gözləriniz sevincdən yaşarsın. Çox sağ olun, inşallah, amin. Allah köməyiniz olsun. Xoş gördük dayı. Xoş gəldin. Siz Orxanın nəyisiniz? Əmsiyəm. Maşallah olsun, elə gələndən deyir ki, mən daha çox balaca əmmi çox istəyirəm. Və mən də onu çox istəyirəm. İstəməli oğlandı, Orxan yaxşı oğlan. Sizi heç istəndiribmi balaca vaxtı? Yox. Belə uşaqlıqdan mehriban uşaq olub, sözə baxan olub, qabiliyyətli uşaq olub. Daha gözləyirdinizmi ki, Orxan bir gün tanınmış olacaq? Bəli, gözləyirdim. Çünki uşaqlıqdan müəyyən istedadı hiss olunurdu. De gördün öz-özünə şeir deyir, mahnı oxuyur. Gözləməmiz var idi. Allah'a şükür ki, nəticə oldu. Bir çoxlar deyirlər ki, məşhur olandan sonra bir çoxları dəyişir. Məşhurluq Orxanı dəyişmədi ki? Xeyr, qətiyyən. Əksinə, lap mehriban oldu. Əzizlərinə, doğmalarına, dostlarına qarşı. Həm də ki, Orxan çox sadə oğlandı. Ona görə hamının yanında hörməti var, sevilir. Mən də əmir kimi fəxr eləyirəm ki, Orxanın belə hörməti var. Orxanla bağlı nə xatirələriniz var, danışa bilərsiniz? Orxanla bağlı çox xatirələr. Mənim yanımda böyüyüb də, uşaqlığı burada keçib. Balıq tutmağa aparmışam. Gəzməyə aparmışam. Bakıda da bir yerdə aparmışam, gəzib bulvarda, gəmiyə mindirmişəm. Karusellərə mindirmişəm. Uşaq vaxtı olub da, körpəlik olub. Yəni İfaçılıqdan başqa hansı sahə ilə məşğul olub? Orxan maşallah bütün sahələrə marağı var. O mən arı saxlayıram. Gələndə kömək eləyir. Həyətdə, bacada nə iş olsa kömək eləyir. Özü heç kim demir ki, gəl bu işlə məşğul ol, özü həvəsi var da. Televiziyadan gördüyünüz zaman Orxanı nə hisslər keçirirsiniz? Fəxr eləyirəm, fəxr eləyirəm. Orxanı çox istəyirəm mən. Dedilər, Orxanın kiçik oğlu da buradadır. Dedim, elə gedib onu danışdıraq.
Orxanın sözünə baxırsan, yoxsa Orxan sənin sözünə baxır? Orxanın sözünə baxıram. Sən də oxuyursan. Bəli. Deyirəm bəlkə gəl bu günləri verişi ikimiz aparaq. Olar. Olar, hələ olur. Hə, onda tamaşaçılara salamlar, danış. Bu günləri verişinə partisən, təqdimat elə görüm. Mikrofon səndə. Hamını salamlayıram. Necəsiz, nətərsiz? Sabahınız xeyrətdə. Bugün mənim atamın böyüdüyü yerdəyik. Mənim atamın da olduğu yerdə İmişlidə, bağımızdayıq, kəndimizdə. Əladır bura. Mən huzurlu gəlir, huzur verir. Bu qədər. Ay maşallah, maşallah. Biraz da məşq eləsən, gələcəkdə mənim yerimə veriş apara bilərsən. Bir gün verişini apara bilərsən. Gələcəkdə müğənni olmaq istəyirsən amma. Bəli, olur. Bu qərarı özün verdin, yoxsa papan dedi ki, elə bu sahədə pul var, gəlsən də müğənni ol? Özüm qərar verdim. Kimlərin ifasını bəyənirsən? Atadan başqa? Rəşad əminin, Vüqar əminin, Allah rəhmət eyləsin. Bəs bu müğənnilərdən kim bəyənirsən? Meyxanaçılar dedim, müğənnilərdən kim bəyənirsən? Hə, müğənnilərdən Röya qəşəng deyir, Aydın Kazımov. Yaxşı, bax, gələcəkdə özünlə bağlı arzuların nədir? Nə olmaq istəyirsən bu sənətdə? Bax, hədəfin nədir? Hədəfim istəyirəm tanınım, insanlar mənə necə deyim, tanınım, bir... Atan qədər tanısınlar sənə? Bəli, Yəni, məşhur olmaq istəyirsən? bəli, bəli. Sən bilirsən ki, artıq sən məşhursan? Bəli, bilirəm, biraz məşhuram. Yəni, məktəbə getdiyin zaman uşaqlar səni görəndə nə deyirlər? Deyirlər, Hüseyin nətərsən, sən Orxanın oğlusan elə. Sənin də xoş olur bu, hə? Bəli, bəli, çox xoş olur. Yaxşı, atan səni nələrə qadağa qoyub? Nələrə qadağa eləyib ki, yəni falan şey olmaz? Nələrə qadağa qoyub. Atam icazəs bir şey eləyir. Məsəl üçün icazəs çölə çıxmaq, icazəs marketə gedib bir şey almaq, icazəs pul götürmək. Ən çox da dərslərini oxu deyir. Çox, bu qədər. Bizim verişimiz vasitəsilə atana nə demək istəyərdin? Nə demək istəyir? O görmür də, hələ burada yox. Televiziyada baxanda görsün ki, oğlu onun haqqında nə deyir? Çox istəyirəm. Yaxşı ki var. Dayaq olub həmişə mənə. Çox sağ olsun. Bu qədər. Bəli. Öpürəm səni. İnşallah gələcəkdə arzularına çatarsan. Sağ ol. Bu əmim oğludur mənim, Rövşən əmin oğludur. Gəl aşağı gəlin. Hə, adı da Bəybaladır. Bayaq sizə dedim, Azimov Bəybala, babam rəhmətli. Bu babamın adını daşıyır, babamın adını vermişik buna. Bundan sonraki gələn nəslin elə bir ağsaqqalı öz olmalıdır da. Bu məsuliyyəti böyüdür, çoxdur. Hərbi xidmətin yeni bitirib gəlib, ali təhsilinə davam eləyəcək inşallah. Elə bir təhsilin yarı qoyub getmişdi xidmətə. Orxan necə əmin oldu əsas məsələ? Yaxşı, Allah canı Əskərlikdə bilirdilər Orxanın əmisi olsan, yoxsa? Bəli, bilirdilər. Hə, Naxçıvan Muxtar Rəssusunda əskəri eləyirdi, sərhəd qoşunlarında. Gedib gəlirdim ora, hə. Sağ olsunlar, hörmət düzdür. Hörmət qoysalar mənə hörmət qoydular. Amma mən orada da təkidlə deyirdim elə komandirə də ki, hamı necə əskərdirsə, Bəybalada onlardan 10 qat artıq əziyyət çəkməlidir. Maşallah, bu günləri hamı Orxanı təriflədi. Mən istəyirdim bir əmi oğlu kimi Orxanın çatışmayan xüsusiyyətləri nədir onu? Bəs salam. Çatışmıyor yoxdur. Allah şükür. Allah canı sağ olsun, fəxrimiz. Çox sağ olun, Allah sizin canı sağ olsun. Görürüm, kameranı görüb sıxılırsınız. Sağ olun, sağ olun. Bir şey qalmayıb bu. Allah qoysa toyun eləyəcək, onda deyərəm gəlib çəkərsiniz.